Salam əziz abituriyentlər, əmrinizi xoş görürəm. Bugünkü mövzumuz nə olacaq? Azərbaycan Xalq Cümhuriyyəti. Tarixdə iz qoyan səhnəmizdir. Azərbaycan Xalq Cümhuriyyəti bizim üçün vacib mövzudur. Və Azərbaycan Xalq Cümhuriyyətində ilk addım yaranması üçün ilk addım nə idi? İlk addım dövlətlərdə baş verən hadisələr. Baxın, daxili dəyişikliklər. Bunu belə yazacağıq. Yaranması üçün zəmin. Yəni, yaranma üçün zəmin nə olmalı? Yaranma zəmini. Yəni, bu nə zamandan başladı ki, artıq Azərbaycan Xalq Cümhuriyyəti özünün müstəqilliyini elan edə bilsin. Daxili şərait. Daxili şərait nə idi? Bildiyimiz kimi, bizə qarşı həmişə Çar Rusiyası öz xislətindən heç vaxt vaz keçməyib. Neyini? Hər zaman çalışıb ki, ərazilərdə bizi müstəqillər özünə tabi eləsin. Və həmin bu şəraiti biz harada görəcəyik? Çar Rusiyasında. Çünki ilk əvvəl Çar Rusiyasında hadisələr baş verməlidir ki, artıq nə baş versin? Yaranma meyilləri. Çar Rusiyası hansı hadisələr ağır zərbəni aldı? İlk ağır zərbəni 1917-ci il. Nə? Fevral inqilabı. Baxın, bu fevral inqilabı nə idi? Fevral inqilabı ölkənin daxilində artıq yeni bir sistemin yaranması deməkdir və yeni sistemin hakimiyyətə gəlməsi deməkdir. Çar Rusiyasında bu hadisə baş verdiyi il eyni vaxtda hansı hadisə baş verdi? Birinci Dünya Müharibəsindən çıxdı. Çünki dövlətinin artıq maraqları neynədir? Öz daxilindəki proseslərə yönəldi. Yəni, öz daxilində baş verən bütün proseslər dövləti neynirdi? Zəiflədə bilər də gözələcək. Ona görə də burada məcbur olub 17-ci fevral inqilabından sonra 1-ci Dünya Müharibəsindən çıxır. Və bu cür vəziyyəti görən, bu Çar Rusiyasına tabi olan xalqlar və dövlətlər artıq nə etməyə çalışır? Müstəqil dövlət qurmağa, öz müstəqilliklərini elan etməyə çalışırlar. Gəlin baxaq, Çar Rusiyasında bu hadisələr davam etdiyi vaxtı bir də həmin ilin oktyabr ayında hansı hadisə baş verdi? Oktyabr çevrilişi və gəldi əsas məsələyə. İnqilab, fevral inqilabı, burada da dövlət çevrilişi. Çox çətin bir zamanda. Və Çar Rusiyası ardıcıl olaraq fevral inqilabını gördü. Fevral inqilabının səbəbindən 1-ci Dünya Müharibəsindən məcburiyyət qarşısında çıxdı və ölkədə 17-ci ilin oktyabr ayında dövlət çevrilişi baş verdi. Və bütün bu hadisələr baş verdikdən sonra ona tabi olan ölkələr neynədir? Müstəqilləşmək istədi. Və tabi ölkələr müstəqillik istədi. Müstəqilliyə, belə deyək, can atdı. Və bu da nə idi? Artıq dövlətlərin öz müqəddəratını özünü təyin etmək üçün ifadəsi idi. Və bunu da belə deyək, Çar Rusiyası qəbul eləmirdi. Ancaq vəziyyət elə dəyişmişdi ki, baxın görürsünüz, daxili şərait dediyi, yəni həmin bu şərait Çar Rusiyasında elə dəyişdi ki, ona tabi olan xalqlar artıq neynədi? Öz müstəqillikləri üçün öz müqəddəratını təyin etməyə çalışdılar. Və belə deyim ki, ilk olaraq bildiyimiz kimi bu vəziyyətin yaranmasının səbəbkarı Çar Rusiyasının geniş işğalları və 1-ci Dünya Müharibəsi idi. Çünki, belə deyim, nə qədər çalışırlar ki, ərazi ələ keçirsinlər, bu da dövlətin daxilində nüfuz müharibəsinə səbəb olurdu. Baxın, AXC-nin yaranma zəmini deməli Çar Rusiyasında axırda baş verən 1917-ci il fevral inqilabı, ardınca 1-ci Dünya Müharibəsindən məcburi çıxışı
ondan sonra isə oktyabrda çevriliş baş verməsi bu artıq yeni bir belə deyək ki, zamanın başlanğıcına işarə idi. Gəldik əsas məsələyə. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyin bərpasında atılan addımlar. Bu nə deməkdir? Bu o deməkdir ki, müstəqilliyimizə yaranan zəmin artıq baş verdi dediyimiz kimi, yəni bu günə gəlib çatmağımıza. Ancaq ortada belə bir məsələ var idi. Biz bildiyimiz kimi bunu ayrıca izah edirəm. Baxın, Azərbaycanın müstəqilliyində atılan əsas addımlar nə idi? İstiqlaliyyət bəyannaməsinin qəbulu, Milli Şuranın yaradılması, birinci hökumətin təşkili. Və bütün bunları izah edərkən sizə digər xırdalıqları da bəyan edəcəm. İstiqlaliyyət bəyannaməsi nə idi? Müstəqilliyimizin təməli. Bu nə vaxt oldu? 1918 28 may, düzdürmü? Bəs burada belə bir sual ortaya çıxır. Gəlin bu sualı, baxın, İstiqlaliyyət bəyannaməsi verildi, Milli Şura yaradıldı. Milli Şura neynədir? Yaradılmasını mayın 27'si götürəcək. Bütün bu qərarları niyə bu cür götürürük? Onu izah edəcəm. Baxın, biz deyirik ki, bizim dövlət əslində yaranır 1918-ci il 28 may, düzdürmü? Ancaq burada belə bir qısa məsələ var. Baxın, birinci hökumət və Milli Şuranın yaradılması mayın 27'si. Niyə bütün hamısı eyni gündə deyil də, əvvəlcə Milli Şura yaradılması nəzərdə tutuldu, sonra birinci hökuməti qəbul elədi, onun ardınca isə İstiqlaliyyət bəyannaməsini verdi. Baxın, bütün bu tendensiyanın yaranmasına şərait nə vaxtdan başladı? İlk olaraq biz bunu götürəcəyik 1918-ci il mart ayından. Deyəcəksiniz ki, bu martın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına misal üçün də nə aidiyyatı var? Aidiyyatı var. Baxın, bayaq dedik, ölkə daxilində Çar Rusiyasında hansı hadisələr baş vermişdi? Fevral inqilabı, Birinci Dünya Müharibəsindən məcburi çıxaraq müqavilə bağlaması, ardınca isə 17-ci ilin oktyabrında baş verən dövlətdə, ölkədə çevriliş. Bütün bu Çar Rusiyası, bütün bu amilləri nəzərə aldı və neynədir? Azərbaycan Xalq Cümhuriyyəti daxil olmaqla müstəqillik istəyən bütün dövlətləri boğmağa çalışdı. Onların boğmaq üçün vasitələri nə idi? 1918-ci ildə hansı hadisə idi? Soyqırım. Baxın, bunu girişdə, bundan əvvəl vermədim ki, bütün bunların izahının açarı buradadır. O açara gətirəcəm söhbəti. Baxın, bu soyqırımı elədi. Əsas görəcəyik ki, soyqırım bütün bunlara şərait yaradır. İndi baxın, soyqırım elədi, xalqı boğmaq istədi, düzdür? Ancaq xalq neynədir? Daha da ruhlandı. Daha da müstəqilliyə addım atmaq istədi. Niyə? Artıq gördü ki, qarşısında Çar Rusiyası o qədər aciz vəziyyətə düşür ki, yəni əl atır bu xofları boğmağa, yəni soyqırım eləməyə. Soyqırım etməyinə baxmayaraq Azərbaycan xalqında və digər xalqlarda ruh yüksəkliyi yaratdılar. Baxın, ruh yüksəkliyini yaratdılar. Ruh yüksəkliyi nə oldu? Ruh yüksəkliyini kim istifadə elədi? Gürcüstan. Gürcüstan neynədir? İndi deyəcəm niyə mayın 27'si götürürük. Gürcüstan neynədir? 18-ci ildə 26 may müstəqilliyini elan elədi, düzdür? Mayın 26'sı öz müstəqilliyini Gürcüstan elan elədi. Və buna Azərbaycan Xalq Cümhuriyyəti neynədi? Həvəsləndi. Yəni, bax, axircə həvəsləndi bu vəziyyətdən. Baxdı ki, Gürcüstan artıq müstəqil olub, təcili toplanış Tiflisdə. Tiflisdə toplanış və nə oldu? Həmin bu qərarlar qəbul edildi. Tiflisdə mayın 27'si toplanış verildi. Milli Şura yaradılması üçün şərait yarandı. Birinci hökuməti qəbul edənlər, ona görə birinci
hökumət mayın 27-si qəbul olunur. Yəni, müstəqillikdən bir gün əvvəl bütün bunlar qəbul olunur və ayın 28-ci İstiqlaliyyət Bəyannaməsinin, belə deyil, bu iclasda İstiqlaliyyət Bəyannaməsinin qəbulu nəzərdə tutulur və bununla da AXC, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyi, belə deyək ki, tanınır və müstəqil bir dövlət kimi meydana gəlir. Çox belə deyək ki, vacib dərsimizdir. Həqiqətən Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin bərpasında bütün addımlar atılır. Və bu dövrdə Milli Şura yaradıldı. Mayın 28-də isə Milli Şura yeni 2 qərar qəbul elədi. Bu qərarlar nədən ibarət idi? Bu qərarlar dediyimiz kimi, baxın, İstiqlaliyyət Bəyannaməsinin qəbulu və birinci hökumət deyil, 1918-ci ildə iyunun 17-sinə qədər fəaliyyət göstərən. Birinci hökumətdə kim idi rəhbər? Fətəli xan Xoyski. Beləli mən sizə cədvəli yazıram ki, hər biri sizlər üçün vacibdir. Çünki bu mövzuları mənimsəyin ki, sizlər üçün açar olsun. Azərbaycan Xalq Cümhuriyyəti həqiqətən, belə deyim, izahı ehtiyacı olan dərsdir, amma çox möhtəşəm dərsdir. Həqiqətən bu dərsi danışanda və izah edəndə qürur və fəxarət hissi keçirməmək mümkün deyil. İndi Azərbaycanın Xalq Cümhuriyyətini qəbul eləyir, yəni belə deyək, Milli Şuranın iclasda qəbul olunur, bəyan olunur və burada Azərbaycan Xalq Cümhuriyyəti Respublika sistemində idarə etmə sisteminə idarə olunacaq. İndi isə Azərbaycanın özündə baş verən Respublika dövrləri haqqında davam edirik. Əziz abituriyentlər, indi isə baxırıq nəyə? Azərbaycan Xalq Cümhuriyyəti və ilk yarananda neyini? İlk dəfə qəbul elədiyi, baxın, AXC-nin budur. Bu AXC-yə aiddir, bu il. Bu ildə SSR və Azərbaycan məcbur SSR. Yəni, bu belə qəbul edir. Yəni, bunu niyə belə ayırıram? Çünki hələ SSR 22-ci ildə yaranacaq da, bu 1922-də. 22-dən sonra biz bunun tərkibinə daxil olacaq. Və bunu bu cür niyə ayırdım? Bura Azərbaycan SSR-dir. Yəni, müstəqil Azərbaycan deyil. Burada artıq biz tabi olunmuş şəkildəyik. Gözəl insanlar. Yəni, bəzən olur, uşaqlar sayanda səhvə yol verə bilərsiniz. Bunu mən qınamıram. Niyə? Çünki kitablarda göstərilənlərin açıqlamasını tam əhatəli şəkildə verirlər. Və buna görə də mən bu açıqlamanı göstərirəm. Bunu da SSR formasında niyə yazıram? Yəni, biləsiniz ki, Sovet Rusiyasına tabiyi. SSR-yə, düzdür, Sovet Rusiyasına tabi. Ona görə bu cür irilikdə yazılır. Və SSR-nin yaranması da 1922-dir. Bu, məsələn, 20-ci ildə işğal olunsa da, Çar Rusiyasına işğal olunur. Ancaq biz 22-də artıq SSR-nin tərkibinə daxil edilir. Və ona görə də mən bunu SSR qaydasında sizlər üçün izah elədim. Azərbaycan Xalq Cümhuriyyəti 1918-20 birinci Respublika dövrümüzdür. Əslindən qanunun birincidir. Birinci Respublika dövrümüz. İkincisi isə, ikinci Respublika olsa da, bax, bunu mən sizlər üçün belə deyim. Respublika olsa da, aslı idik, aslında. Yəni, bunu xüsusi qeyd edirəm ki, göz yaddaşı da kifayət qədər güclü olanlar artıq anlayacaq ki, yəni burada 2-ci Respublika dövründə olsaq da, bunun müstəqilliklə əlaqəsi yoxdur. Sadəcə buzda bir aslı idi və SSR-yə tabi idi, onun tərkibində verdiyi qərarlara sözsüz tabi olurdu. Yəni, belə deyək, bir əyalət kimi fikirləşin, vilayət kimi fikirləşin. Misal üçün, Əhəmənilər gedir, Misiri işğal edir. Necə işğal edir? Özünün bir əyaləti, vilayəti, İskəndər onu kimi, Roma onu kimi, Roma birbaşa tamamilə əlçəkdə verir, ərazisinə birləşdirir. Baxın, həmin bunu SSR-i də eləmişdir. Çünki mən bunu aslı yazıb ayırıram ki,
uşaqların diqqətində olsun ki, yəni burada müstəqillikdən söhbət getmir. Biz SSR-yə tabe idik, SSR-nin tərkibində idik, SSR-yə birləşdirilmişdik, yəni həm aslıydı, həm birləşmişdik, yəni nə desəniz hər şeyi eləmişdik da. Niyə? Ona görə ki, bu dövrdə ən güclü, belə deyək ki, nüfus sahibi idi və əraziləri işğal edirdi. SSR isə dağıldıqdan sonra 91-ci ildən hələ də müstəqilliyimiz davam edir. Bunu bu cür izah elədim ki, göz yaddaşı da sizlər üçün bir nüans kəsb eləsin, daha yaxşı mənimsəyə və qavraya biləsiniz. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi ilə baxın, gəldi, ilk addımlara başladı. İlk addımı nə oldu? Batum sülhünün imzalanması. Nə zaman bu sülhü imzaladı? İyunun 4-ü tarixində. Yəni, bu sülhün imzalamasının bizim üçün əhəmiyyəti nədən ibarət idi? Həm beynəlxalq aləmdə tanınmağımız üçün vacib idi, həm də ki, baxın, yeni yaranmış bir dövlətə dəstək üçün bu çox mütləq bir hadisə idi. Və buna görə də Batum sülhü, sülh və dostluq müqaviləsini Osmanlı ilə 1918-ci il iyunun 4-ündə imzaladı. Və buradakı şərtlər belə idi ki, artıq Azərbaycan Xalq Cümhuriyyətini ilk kim tanıdı? Osmanlı dövləti. İlk dəfə tanıdı, yəni artıq beynəlxalq arenaya, belə deyək, dünya dövlətləri sırasına atılan ilk addımımız oldu. Sonra isə Osmanlı dövləti həm də burada hansı məsuliyyəti götürürdü? Yeni yaranan bir dövlətə dəstək olacaq, hər bir zaman təhlükəsizliyimizi təmin etmək üçün silahlı dəstələrlə yardım etməyi nəzərdə tuturdu. Və bu da artıq, belə deyək də, Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranan bir dövlət üçün uğurlu bir siyasət idi də. Yəni, yeni yaranan bir dövlətə nə lazımdır? Ən böyük dəstəklər. Bu dəstəyi də kim göstərdi? Osmanlı həm sülh müqaviləsini imzalamaqla, həm də Azərbaycan Xalq Cümhuriyyətini tanımaqla. Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük problemi var idi. Baxın, yəni biz ərazimizi elan eləmişdik, müstəqilliyimizi göstərmişdik. Ancaq bizim hələ də bir problemimiz qalırdı. Bunu burada qeyd edəcəm, Bakı. Bakı və bu Bakı şəhəri də kimin əlində idi? Bakı Xalq Komissarları Sovetinin əlində idi. Və belə bir deyim var idi o dövrdə, Bakısız Azərbaycan, başsız bədəndir. Yəni, bunu məcazi mənada da olsa, bildirməklə artıq sövq eləyirdi ki, öz ərazilərimizin, öz şəhərlərimizin azad olunması bizim üçün daha vacibdir. İndi isə Nuru Paşanın dəstəsinlə başçılığı altında Azərbaycana qoşun göndərilməsi prosesi baş verdi və bu qoşun göndərildi Azərbaycana. Sadəcə ortada belə bir şey var idi. 18 minlik qoşun göndərilməsinə baxmayaraq, tərkibində 6 min türk əskərləri, qalanı isə könüllülərdən və Azərbaycanın əskərlərindən ibarət dəstək idi və onlar birləşərək bir yerdə gəlirdilər və onları Qafqaz İslam Ordusu adı ilə Azərbaycana Osmanlı təqdim elədi ki, yəni hər zaman yanımızda bir qoşun, bir müdafiə sisteminiz olsun, hər hansısa bir işğala qarşı mübarizə əzmi olsun və mübarizə apara bilinsin. Bu tendensiyada, belə deyim ki, Almaniya gürcülərlə birləşir və həmin bu qoşuna qarşı, yəni Qafqaz İslam Ordusuna qarşı döyüşə girirlər. İlk döyüşümüz 1918-ci ilin, baxın, yadda saxlayın, Nuru Paşanın gəlişindən sonra Borçalı döyüşü baş verir. Burada Osmanlı deyirlər də, Osmanlı ordusu Alman-Gürcü qoşunlarını məğlubiyyətə uğradır. Burada Almaniya çalışırdı ki, Azərbaycanın Xalq Cümhuriyyətini həm xarici, həm daxili siyasətində öz tərəfinə çəksin də, yəni buraya daha çox nəzarət eləməyə çalışırdılar. Yəni bu qələbədən sonra Nuru Paşa Gəncəyə daxil olur və Gəncəyə gəlməsindən sonra Gürcüstan neyniyir? Tələb eləyir ki, Azərbaycan Xalq Cümhuriyyəti Tiflisi tərk eləsin və Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti
həm də Milli Şuramız Tiflisi tərk edib Gəncəyə gəlir və burada nə başlayır? Gəncədəki dövrümüz başlayır və həm də Gəncə şəhəri bizim inkişafımızda demokratik liberal ideyaların qurulmasında ən belə deyək ki, güclü idarə etmə sistemi olan şəhərlərimizdən biri idi. Çünki soy köçü və keçmişi olan şəhərimizdə. Yəni bildiyimiz kimi, hətta burada mən sizə bir şey qeyd edeyim, o Çar Rusiyasına qarşı mübarizə aparan Gəncə xanlığından Cavad xan öz canı bahasına neynədir? Xanlığı qorumağa çalışdı, asılı olmamağa çalışdı. O dövrdə ən böyük səhvimiz yenə də birləşməmək idi. Yəni tam birləşmə üçün addımlar atılmırdı və parçalanmış vəziyyətdə olan əraziləri işğal eləmək Çar Rusiyası üçün heç də çətin deyildi. Bunu bu cür qəbul eləyək. Və burada nə olur? Hansı hadisə baş verir? Hökumət böhranı baş verir. Bu da Azərbaycan Xalq Cümhuriyyəti elan olunmasından sonra baş verən ilk hökumət böhranı idi. Bu da iyun ayında baş verdiyi üçün hətta iyun böhranı da deyilir. Bu böhrandan çıxmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti və Milli Şuranın atdığı addımlar fövqəladə iclas təyinlandı və 1918-ci il iyunun 17-sində 2 mühüm qərar qəbul olunur. Nə idi? Milli Şura bütün fəaliyyətini dayandırır və öz səlahiyyətini kimə verir? Fətəli xan Xoyskinin başçılığı ilə yeni yaradılan ikinci hökumətə. Bununla da vəziyyətdən çıxmağın yolu, atılan addımı əsas vacib məsələ idi. Cəmi 20 gün ərzində birinci hökumət mövcud olmuşdur. Yəni, birinci hökuməti də Fətəli xan Xoyski qurmuşdur. Bunu yadda saxlayın. İkinci hökumətdə həmçinin və biraz sakitləşsin deyə, vəziyyət düzəlsin deyə ikinci hökumət təşkil olunan kimi Fətəli xan Xoyski hərbi vəziyyətin elan olunmasını vacib bildi və hətta Azərbaycanda ordunun yaranmasını əsas şərt olduğunu bildirdi. Və bu dövrdə belə deyim, bayaq qeyd elədiyimiz Bakı şəhəri. Bakı şəhəri Xalq Komissarları Sovetinin əlində idi. Xalq Komissarları Soveti də bu ərazini itirməyə çalışmırdı, çalışırdı ki, özünə aid olsun. Və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edəndə Bakı Xalq Komissarları Soveti nə dedi? Biz sizi tanımırıq. Yəni Azərbaycan Xalq Cümhuriyyətini tanımadı və burada vəziyyəti daha da mürəkkəbləşdirdi. Hətta onlar Azərbaycana neynədir? Müharibə elan etdi. Bu da siyasi vəziyyətin daha da neynəməklə gətirdi? Mürəkkəbləşməsinə. Onlar Azərbaycan Xalq Cümhuriyyətinə zərbələr vurmaq üçün də soyqırımlar törətdi, ciddi zərbələr vurdu və bundan sonra neynədi? Qafqaz İslam Ordusu 1918-ci il iyunun 27-sindən iyunun 1-nə qədər Göyçayda, belə deyək ki, döyüş baş verdi. 4 gün ərzində baş verən döyüş nəticəsində Xalq Komissarları Soveti Qafqaz İslam Ordusuna neynədi? Məğlub oldu və onların hətta Gəncəyə hücumunun qarşısı da alındı. Müharibənin taleyi elə bu yerdə də həll edildi. Bakı Xalq Komissarları Sovetinin həmin bu məğlubiyyəti onda ordusunda, onun tərkibində olan ordusunda fərariliyin də çoxalmasına gətirib çıxartdı və Xalq Komissarları Soveti belə deyim, etdikləri soyqırıma görə təlaşlandığı üçün İrandan Rus Kazak qüvvələrini özlərinə köməyə çağırdı. Ancaq İrandakı İngilis qoşunlarını da ermənilər Azərbaycana çağırmaq üçün əllərindən gələn etməyə çağırdı. Lakin Sovet Rusiyasının bilirik ki, mürəkkəb şərait var idi və Sovet Rusiyası Bakı Xalq Komissarları Sovetinə heç cürə dəstək ola bilmirdi. Baxın, dediyimiz kimi, yəni bildiyimiz kimi nə vəziyyət idi? Qarışıq vəziyyət idi. Ölkədə həm fevral inqilabı, həm 1-ci Dünya müharibəsindəki uğursuzluq və onun ardınca oktyabr çevrilişi, bütün bu hadisələr, bütün bunlar Sovet Rusiyasını zəiflətmişdir və buna görə də onlar Bakı Xalq Komissarları Sovetinə dəstək ola bilmədilər. Və bu ağır məğlubiyyət sonradan neynədir? Bakı Xalq Komissarları Sovetinin 1918-ci il, baxın,
18-ci il iyulun 31-də istefa verməsinə səbəb oldu. Məcburi qaydada istefa. Ona görə Göyçay döyüşünü bunun içində yazmışam ki, baxın, Göyçay döyüşündə ardıcıl dediyi 4 gün davam edən döyüş. Həmin bu 4 gün davam edən döyüşdə burada problem nə idi? Göyçay döyüşünü mən Bakı Xalq Komissarları Sovetinin istefasına təsir üçün ondan sonraya vermişəm. Çünki Göyçay döyüşündəki məğlubiyyəti görəndən sonra Bakı Xalq Komissarları Soveti istefa verir. Yəni, əgər siz xronoloji ardıcıllıq tələb olunsa, burada yadda saxlayın ki, ən birinci Göyçay döyüşüdür. Göyçay döyüşünün daxilində Bakı Xalq Komissarları Soveti məğlubiyyətini görür və məcburi qaydada neyini? Öz istefalarını verir. 1918-ci ildən isə avqustun 1-dən Daşnaqların sağ esi Menşevik bloku neyini? Sentrokaspi diktaturasını yaradır. Sentrokaspi diktaturasının yaranmasının ən böyük tərkib hissəsində rol oynayan erməni təşkilatlar idi. Erməni Şamyan idi. Çünki onlar neynirdi? Öz silahdaşları ilə birlikdə yenidən Azərbaycanı ciddi zərbələr vurmağa çalışırdı. Bu Şamyan da erməni olsa da sadəcə öz mənfəəti üçün Bakı Xalq Komissarları Sovetinin idarə eləməyə çalışırdı. Hətta onun keçid yolları çox uzun ərazilərdən keçmişdi. Xəzər dənizi vasitəsilə Həştərxana, oradan Sovet Rusiyasına getməyə çalışırdı. Lakin Türkmenistana məcburi qaydada göndərilib, orada güllələtmişdilər. Yəni, erməni olsa belə müəyyən mənada qurban tələb edirlər. Bu siyasətin qanunudur. Yəni, hər hansısa bir ölüm hadisəsindən nələrisə dəyişdiyini göstərməyə çalışırdılar. Bunu niyə elədilər? Baxın, bu da bir oyun idi. Səbəb ondan ibarət idi ki, Azərbaycan, yəni Azərbaycan Xalq Cümhuriyyəti bu işi təqib eləməsin, ardınca getməsin və bütün bunların qarşısını almaq üçün atılan kiçik siyasi bir oyun idi. Burada diqqətli olun. Yəni, Bakı Xalq Komissarları Sovetini Rusiya elə-belə qurban vermədi. Ona görə qurban verdi ki, yeni yaranacaq təşkilatın biraz daha uzun yaşamağına çalışsın və daha uzun müddət Azərbaycana müdaxilə eləməyə çalışsınlar. Hətta Sentrokaspi diktaturası özü, bax, gələn kimi neynədir? İngilisləri Bakıya dəvət elədilər. Denstervilin başçılığı ilə nə oldu? 1918-ci il 4 avqustunda Əncəldən General Denstervil neynədir? Öz qoşunu ilə Azərbaycana gəlməyə çalışdı. Lakin, baxın, belə bir şey deyim. Bakıya gəldi, ancaq gözlənilən qoşun istədiklərindən az oldu və bu da erməniləri çox məyus elədi. Çünki şəhərdə yerli silahlı qüvvələri, özlərinə aid olan qüvvələr çox zəif idi. Və ermənilər düşünürdü ki, məsəl üçün bizdə olan ordudan bir 5 dəfə çox gələr, ancaq bu baş vermədi. Hətta başa düşdülər ki, Osmanlı da Azərbaycana dəstək olur və Denstervil uzaq görən siyasət yeridir ki, əgər Osmanlı-Azərbaycan ordusu bir yerdə hücum etsələr, bu zaman Denstervilin 1000 nəfərlik qoşununun heç bir şansı olmayacaq. Yerli əhalinin arasında da, onlara tərəf olanlar olsa da, onların da sayı elə çox deyildi və bu müharibədə uğursuzluq qazanmağı qaçınılmaz olacaqdır. Diqqətli olmalı olduğumuz mövzu budur. Bu zaman Azərbaycana qarşı, baxın, Alman Gürcü ordusunu dediyi Qafqaz İslam ordusu məğlub eləmişdi. Düzdür, Almanla Gürcülərin birləşmiş ordusunu. Bu vəziyyəti tərsinə çevirmək üçün Almaniya neynədir? Gizli olaraq həm Osmanlıdan, həm Azərbaycan Xalq Cümhuriyyətindən gizli olaraq saziş bağladı Rusiya ilə. Sovet Rusiyasına saziş bağladı. Və bu saziş nə idi? Almaniya neft müqabilində Bakı şəhərini Azərbaycanlı və Osmanlı qoşunlarından qorumağa söz verdi. Ancaq Almaniya müharibənin, 1-ci Dünya müharibəsinin deyirik, gedişində acı məğlubiyyət görür axı.
məğlubiyyət böhrana düşdüyü üçün, məğlubiyyətlər ardıcıl olduğu üçün neyniyir? Sovet Rusiyasından bağladığı sazişdən məcburi imtina edir. Çünki həm Osmanlı və Azərbaycan hökumətləri bu sazişdən xəbərdar olur və Almaniyaya qarşı təzyiq edir. Həm də Almaniya 1-ci Dünya müharibəsində ardıcıl müharibələrdə uduzu. Bundan sonra Sovet Rusiyası da Bakıda, baxın Bakıda öz hakimiyyətini bərpa edə bilmir. Bu da nəyə səbəb olur? Bu da ona səbəb olur ki, Almaniya Sovet Rusiyası ilə bağladığı sazişdən məcburi qaydada imtina edir. Çünki bütün bu şəraitlər onun hər hansı bir uğur əldə edəcəyi üçün şərait yaratmırdı. Daha da onu zəifləndirməsinə və məhv olmasına şərait yaradırdı. Ona görə də Sovet Rusiyasının da keçirdiyi bu Bakı Xalq Komissarları Sovetinin mürəkkəb dövrü, sonra Sentral-Kaspinin diktaturasının qurulması, bütün bu amillər Almaniyanı məcburi geri çəkilməyə sövq elədi, müqavilədən imtina eləməyə məcbur etdi. Bayaq dediyimiz kimi, əsas Azərbaycan Xalq Cümhuriyyətinin əsas şəhəri Bakını azad etmək, Bakı şəhərini azad etmək. Düzdür, Bakı şəhərinin azad olunmasının, baxın, elə bax, bu tendensiyanın bura aidiyyəti var. İlk olaraq bildiyimiz kimi, Azərbaycanda hökumətin Bakıya köçürülməsində burada qeyd eləmişəm, amma o da budur. Eyni bir hadisələrdə, bütün hadisələr neyini birləşir 17 sentyabr tarixində 1918-ci ildə. Bu ildə nə baş vermişdi? Bu ildə Sentral-Kaspi diktaturası məğlub edilir. Artıq 15-də məğlub edilmişdi. 17 sentyabrda isə nə olmuşdu? Bakıya köçürülmüşdü. Və 15 sentyabrda Qafqaz İslam Ordusu neynədi? Bakını azad etmək üçün hərəkətə keçdi 1918-ci il 15 sentyabrda. Hərəkətə keçdikdən sonra Bakıda Sentral-Kaspi diktaturasını məğlubiyyətə uğratdı. Sentral-Kaspi diktaturası məğlubiyyətdən sonra neynədi? Qaçmağa başladı. Və onlar qaçdıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti neynədi? Artıq Bakını azad elədilər. Və bu ayaqda qərar verdilər. 17 sentyabrda isə artıq AXC-nin müəyyən müddət Tiflis, Gəncə dövrü başa çatdı və ən uzun ömürlü Bakı dövrü başladı. Baxın, Tiflis 28 may 16 iyun tarixindən, 16 iyundan sonra ardıcıl hadisələrlə və Nuru Paşanın gəlişində neynədir? Gəncə dövrü başladı və sonluqda isə 17 sentyabrda isə Bakı dövrü başladı. Bakı dövrünün əsas əlamətlər ümdə edən səbəb ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazilərində demək olar, belə deyək də, 90% ərazisində öz hakimiyyətini bərqərar elədi. Bununla da nəyə nail oldu? Öz müstəqilliyinə və həmin müstəqilliyinin təhlükəsizliyinə nail oldu. Çünki öz daxilində artıq düşmən qüvvələri fəaliyyət göstərə bilmirdi. Azərbaycan Xalq Cümhuriyyəti idarə olunmaq üçün, baxın, idarə olunmaq üçün hansı qaydada bölünmüşdü? İnzibati cəhətdən. Quberniyalara bölünmüşdü və Azərbaycanda 3 quberniyası var idi. Bakı quberniyası, Gəncə quberniyası və Zaqatala quberniyası. Quberniyalara bölməkdə məqsəd ondan ibarət idi ki, idarə etməni daha da asanlaşdırmaq və sadələşdirmək bu cür idarə etmə forması ilə. Və Azərbaycanda funksional, Azərbaycan Xalq Cümhuriyyətində funksional qanunvericilik orqanları var idi və bu orqanlar nələri yerinə yetirirdi? İlk olaraq yaranan orqanımız hansı idi? Dediyimiz kimi Milli Şura. Baxın, 28 may yox, 27 mayda yaranıb və nə vaxta kimi mövcud olub? İyunun 6-sı 1918-ci ilə qədər davam eləmişdi. Bundan sonra bildiyimiz kimi İkinci hökumət Fətəli xan Xoyskun başçılığı ilə başladı. O da nə vaxt başladı? İyun ayının 17-sindən noyabr ayının 16-sına qədər 1918-ci ildə bu da mövcud oldu. Bunun ardınca nə yarandı? Yenidən Milli Şura və noyabrın 16-sından dekabrın 7-sinə qədər qısa müddət mövcud oldu. O da 1918-ci il tarixində. Və bundan sonra hər kəsin bildiyi məşhur parlament yarandı.
parlament dekabr ayının 7-si 1918-ci ildən aprel ayının 28-i 1920-ci ilə qədər hakimiyyətini davam elədi və qanunvericilik funksiyasını yerinə yetirdi. Gözəl insanlar, mövzu çox uzun gedəcək, ona görə də hissəyə bölməyə qərar verdim. İndi birinci hissəni Azərbaycan Xalq Cümhuriyyətinin yaranması fəaliyyətini izah elədim və inşallah bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti ayrıca olacaq, onun ardınca xarici siyasəti və Azərbaycan Xalq Cümhuriyyətinin sübutu. Geniş şəkildə hər birinin izahı kanalımda olacaq. Kanalı izləyərək dəstəyinizi əsirgəməyin. İnanıram ki, sizlər üçün də bu mövzuları dinləmək və izləmək vacibdir. İzahımı bəyənsəniz, bir bəyanı atmağınız kifayət edir. Həm də çalışaq izlənmə sayını biraz mütləq şəkildə yüksək eləyək ki, izlənməniz də, dəstəyiniz də güclü olsun. Hər birinizə izlədiyiniz və dinlədiyiniz üçün təşəkkür edirəm.